صل على محمد وآل محمد اللهم صل على Bismillah, Əssalamu aleykum və rəhmətullah. Hər birinizi fars dilindən 19-cu dərsdə xoş gördük. Allahdan hər birinizə müvəffəqiyyət arzu edirik. Bildiyiniz kimi bir müddət idi ki, dərslərimiz dayanmışdı. Bir neçə işlərimiz var idi. Yenə də xidmətdə idik, həmd olsun Allah Mütəala. Və buradan bütün dərnək üzvlərimizi, bütün tələbələrimizi, bütün proqramımızın, saytımızın iştirakçılarını, üzvlərini hər birini salamlayırıq. Hər birini Allahdan müvəffəqiyyət arzu edirik. Qalmışdıq fars dilindən Araz və Fəridə ba telefon söhbət mi konənd. Araz və Fəridə telefon ilə söhbət edirlər. İlk növbədə baxaq lüğətə. Lüğət çe mikoni, yəni nə edirsən? Mixahəm, istəyirəm. Bir yerə qeyd eləyərsiniz. Danışıqda çox vaxt farslar mixahəm deyil də mixam deyirlər. Berəvəm, gedim. Tənha, təkcə. Şəb xeyr, gecən xeyrə qalsın. Başlayırıq mətnimizə. Araz. Əlü. Fəridə. Bəli. Araz. Fəridə, tu həsti? Fəridə, sənsən? Fəridə. Bəli, mənəm Araz. Araz. Çe mikoni? Nə edirsən? Fəridə. Dərsəm ra hazır mikonəm. Dərsimi hazır edirəm. Araz. Amma mən hazır kərdəm. Amma mən hazır etmişəm. Mixahəm ba tu, istəyirəm sənin ilə be sinema berəvəm. Kinoya gedim. Fəridə, mən nəmirəvəm, mən getmirəm. Hənüz dərsəm ra hazır nəkərdəm. Hənüz, yəni hələ dərsimi hazır etməmişəm. Araz, pəs mən tənha nəmirəvəm. Bəs mən də tək getmirəm. Şəb xeyr, gecən xeyrə qalsın. Fəridə, şəb xeyr, gecən xeyrə qalsın. Çalışmalar, suallara cavab verin. Bunu yazacaq bütün tələbələrimiz. Araz bekey telefon kərd. Araz kimə telefon etdi? O əz Fəridə çeporsid. O Fəridədən nə soruşdu? Çera Fəridə be sinema nərəft? Nə üçün Fəridə kinoya getmədi? Araz tənha be sinema rəft ya nə? Araz tək kinoya getdi ya yox? Asan bir mövzu idi fikrimcə. Aşağıdakı birləşmələri farsça deyin və cümlə içərisində işlədin. Mənim bacım, sənin çantan, onun qələmi. Bu tapşırığı da inşallah ki qeyd eləyərsiniz. Azərbaycancaya tərcümə eləyin. Qələm to dar kocast? Sənin qələmin haradadır? Qələm mən tuye kif است? Mənim qələmim çantanın içindədir. Bunları inşallah ki müəllimimizə və yaxud da ki müəlliməvizə oxuyub tərcümə eləyərsiniz. Aşağıdakı sözləri cümlə içərisində işlədin. Mədrəsə, kelas, kağız, kitab, əlifba, nimkət. Bacaranlar bunlar haqqında da müəllim və müəllimələrinə bir cümlə deyərlər. Müqayisə edin. Medadəm mən, medadəm. Məna etibarı ilə karandaşım deməkdir. Medadəm mən, mənim karandaşım deməkdir. Medadəm sadəcə karandaşım deməkdir. Yəni cümlə içərisində biz diqqət eləyəcəyik. Həm tərcümə etdiyimiz zaman diqqət eləyəcəyik, həm də bir şeyi demək istədiyimiz zaman diqqət eləyəcəyik ki, karandaşım deyirəm, yoxsa mənim karandaşım deyirəm. Medadət to sənin karandaşın. Medadət sadəcə karandaşın deməkdir. Misal vurub burada. Medadəm ruye miz است. Karandaşım stolun üzərindədir. Medad mən
ruye miz است. Mənim karandaşım stolun üzərindədir. Dediyimiz kimi məna etibarı ilə eyni mənadır, lakin diqqətli olmalıyıq bu məsələdə də, bu mövzuda da. Dar şəkil çə mibinim? Şəkildə nə görürük? Mibinim, yəni biz nə görürük? Bu sualların hansı düzdür? Təxt-i siyah kocast? Yəni lövhə haradadır? Ruye nimkət است. پشت صندلی است. به دیوار نصب شده است. Bunlara inşallah ki diqqət eləyəcəyik və buradan düzgün variantı seçəcəyik. Yəni partanın üzərindədir və yaxud da stulun arxasındadır, yaxud da divara nəsb edilib, yəni vurulmuşdur, asılmışdır. Nimkət kocast, yəni parta haradadır? Bunların hər biri haqqında inşallah ki qeyd vurarsınız, misal yazarsınız və düzgün cavabı da altından qeyd eləyərsiniz, müəllim və müəlliməyə göstərərsiniz. Lakin hər birini bunların oxuyub müəllim və ya müəllimənizə tərcümə edərsiniz. Celoe miz, yəni stolun qabağında, nəzdik, yəni yanında. İstəmirəm sizi çox yorum, gələn dərsimiz olsun mükalemə. Bu mövzunu inşallah ki oxuyacağıq, lüğətimiz var və mövzumuz çox gözəl bir mövzudur. Onu da nəzərinizə çatdırım ki, artıq kitabın sonlarına yaxınlaşırıq. Və bir neçə gündə dərsimiz olmayıbdır, bir neçə müddət. Çünki mübarək Ramazan ayındaydıq, bu zaman biz tələbələri yormaq istəmirik və ondan sonra da bir neçə işlərimiz olduğuna görə xidmətlərimiz, dərnəklərimizin açılmağı, proqramlarımızın üzərində işlər bizim vaxtımızı aldı. Yenə də hər birinizdən çox-çox üzr istəyirik və xahişimiz budur ki, dualarda bizi yaddan çıxartmayasınız ki, biz də bu yolda inşallah müvəffəq olaq. Hər birinizə təşəkkür eləyirik.